Gözləyirsiniz bu salonda həqiqəti danımı. Qorxaqlıqdır, acizlikdir siz istəyən mərtəbə. Ləyaqətim, şərəfim var. Başı dik insanam mən, ədalətin dəfnindəyik. Nə hüquq, nə məhkəmə. Bizi tutub şahın şəxsi mühafizə dəstəsi. Hər addımda saxtakarlıq, qərəz, yalan, şərləmə. Ah məmləkət, hökm oxuyur indi cəllad, qərar verir fitnəkar. Əliyevlər bu ölkəni çevirib cəhənnəmə. Əzimkarıq, nə zindandan, nə tirandan qorxuruq. Bu azadlıq sevdalısı sığışarmı məhbəsə? Mübarizə davam edir, bugün də var, sabah da. Tarix sizi lənətləyir, bizdən yazır hər dəfə. Tamaşanız bitdi, alqış yoxdur, çəkin pərdəni. Necə naqis, necə iryənc, necə miskin mənzərə. Sizinki də ağır dərddir, ey batilin qulları. Məğlubsunuz, haqq savaşı gedən sonsuz cəbhədə. Almısınız boz karandaşı, çəkirsiniz göy qurşağı. Boz rəngli bir parlaq günəş görməmişəm mən hələ. Ey zülməti təmsil edən istibdad köhrələri. Bütün dünya baxıb gülür bu mürtecə əngələ. Biz azadıq, həm də uzun bir sevdanın yolcusu. Siz məhkumsuz, həm qorxuya, həm yalana, həm şərə. Tərəqqini ləngitməyə yetməz sizin gücünüz. Haqq gələcək, bir gün sizi çəkmək üçün məhşərə. İlham Əliyev növbəti cinayətə imza atdı. Toplum TV işi üzrə 9 nəfərə ümumilikdə 121 il həbs cəzası verildi. Növbənizi gözləyin. Salam dostlar, Ayvazoğlu TV efirdə də sizinlə mən Şahəddin İlxan Mailoğlu. Necəsiz, nə var, nə yox? Bəli, bugün ayın 29-udur. Biz növbəti canlı yayımıza başlayırıq dostlar. Ondan ki, bəs 9 nəfər Toplum TV işçilərinə, Toplum TV yazarlarına İlham Əliyev bir üst-üstə gələrək 121 iş oxudu. Heç nəyi üstə. Təsəvvür edin. Bu sadəcə olaraq İlham Əliyevin növbəti cinayətidir dostlar, inanın mənə. Və bu cinayətin məsuliyyətini həm də biz daşıyırıq. Heç kim yaxasını kənara çəkə bilməz. Yəni bugün İlham Əliyevin bu qədər vəhşiləşməsinə, bu qədər quduzlaşmasına, bu qədər yəni cinayətkar bir deyək ki, quduza çevrilməsinə biraz da biz kömək eləmişik. Yəni öz susqunluğumuzdan, öz deyək ki, bivecliyimizlə, nə desən, yəni bizim haqqımızda hansı şərəfsiz sözü desən, yəni qəbul olunandır. Ona görə ki, məhz bu adamlar, baxın, bu adamlar Azərbaycan ölkəsində, Azərbaycan dövlətində, Azərbaycan vətənində, Azərbaycan xalqının başına açılan faciələri işıqlandırdıqları üçün, yəni yaydıqları üçün həbs olunublar və bugün onlara bir-birinin üstündən deyək ki, 121 il iş kəsilib. Baxın. Və bu adamların bu saat ömürlərinin ən gözəl vaxtıdır. Yəni 25 yaşdan 40, 45, 50 insan ömrünün ən gözəl, ən yaşanması vaxtı təsəvvür edin. Və o vaxtı İlham Əliyev haqsız, nahaq yerə bunların əlindən alıb asıl türməyə ki, gedin orada yaşayın, sizin azad dünyada yaşamaq haqqınız yoxdur. Ona görə ki, siz həqiqəti deyirsiniz, bu xalqa, bu millətə, bu dövlətə günah alamağa çalışırsınız.
Ay Mehriban Əliyeva, Şərliyev həbsə atdırdığın xanım jurnalistləri aç burax. 42 dərəcə istidə o xanımlar o türmədə əziyyət çəkirlər. Sən də anasan, sən də qadınsan, xanımsan, sənin də evladların var. Bugün istərsən mi sənin evladların elə türmədə əziyyət çəksinlər? Yox, istəməzsən. Onların da, o jurnalist xanımların da anaları var. Ağlayırlar, qarğış tökürlər. Sən də öz evladlarını düşün. Gör nə qədər analar ağlayıb qarğış tökürlər. Utan, utan qadınlığından utan. Ayıbdır valla. Mehriban ne ana değil, ne kadın değil, ümumiyyətlə insan değil. Mehriban sadece dişi canavardır. Yani siz ona ana deməklə, yani onu biraz da kaldırıp kadın deməklə veya da hanım deməklə onu kaldırırsınız. İnsan, belə insan olar, belə kadın olar, belə hanım olar. Baxın, milləti, xalqı, İnsanlar Azərbaycanda yaşayan Azərbaycan insanı bir parça çörəyə möhtac olduğu bir vaxtda bugün də 15-20 min, 30 min, 40 min, 50 minlik gündə bir paltar giyinir, bir dəfədən artıq giyinmir. Və baxın. Böyle etrafı temiz boşaldıkları her tarafta bakırsınız. İlham Əliyevin KGB axranlarıdır, gəzirlər, bantikdə falan da heç olmasa o arxa plandakı o bantiklilərin yerini baxın, bantiklilərin yerini dəyişib, onların yerinə yəni adi insanları qoymuş olsaydılar, heç olmasa deyək ki kəndli forması geyinmiş deyək ki KGB işçisi. Və öz işlərində öz Tik-Tik xanım və Sıçan bəy gəzməklərdə. Yəni bunu çəkib belə paylaşırlar ki, yəni Azərbaycanda əmin-amanlıqdır. Bunlar da güya ki, İlham Əliyevin o təndir çörəyinin böyründən qırıb yalandan güya yiyir. Göstərməz. Bunların nəyinə lazımdır? Mən indi də anlaya bilmirəm. Yəni insan bu qədər şərəfsiz, bu qədər ləyaqətsiz, bu qədər vicdansız olması ölçüyə gəlməz, inanın mənə. Mən sadəcə olaraq bunların deyək ki, həyat prinsipini, bunların yaşamaq anmalını falan anlaya bilmirəm. Onsuz da sənin ölkəndə deyək ki, hər addımda bir polis, hər addımda bir suka falan doludur. Bu boyda şeylərin qabağında sana yaraşar mı deyək ki, birdən-birə götürüb bu insanları bu boyda deyək ki, iş verib, iş kəsib türməyə yollayasan. Özdə ömürlərinin ən yaxşı vaxtında.